Bu şahdır, bu isə padşahdır. Bəs səncə fərq nədədir? Şah qədim İran mənşəli hökmdar tituludur. Padşah isə Fars mənşəli olsa da böyük imperiyaların ali hökmdarını ifadə edən tituldur. Bu xandır. Bu isə sultandır. Əslində bu qardaş müəyyən qədər haqlıdır, amma tam demək olmaz. Niyə? Çünki titullar konkret olaraq millətlərə aid edilmirdi. Məsələn, Osmanlı sultanı Sultan Süleyman Qanuni özünə Padişahı Devran, Fatihi Cihan, Sultan Süleyman Han Hazretleri deyərək hər üç tituldan istifadə edirdi. Və yaxud da Səlcuqlu sultanlarından Məlikşahın adında Sultan Məlikşah, adının içərisində şah sözü var idi. Və yaxud məsələn deyə bilərik, Səfəvilərdə Şah İsmail Səfəvinin rəsmi yazışmalarda adı Əl-Sultani Əl-Adil, Şah İsmail Səfəvi Bahadır xan olaraq gedirdi. Yəni, həmin dövrdə titullar millətlər və yaxud da dövlətlərə görə yox, özlərini daha da böyük göstərmək üçün istifadə olunurdu. Məsələn, başqa bir misal verəcək olsaq, Konstantinopolu fəth etdikdən sonra Fatih Sultan Mehmet özünə Qeyseri Rum, yəni Kaiser, yəni Sezar titulunu götürür. Bu da Roma tituludur. O demək deyil ki, Fatih Sultan Mehmet Romalıdır. Bir sözlə həmin dövrdə titullar millətləri, dövlətləri yox, hökmdarların ucalığını göstərmək üçün istifadə olunurdu.